Görüntüsü göz oxşayan, süfrələrimizin bəzəyi, eyni zamanda xonçalarımıza gözəllik qatan gəlin boğçası reseptini sizinlə bölüşmək istəyirəm. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün unu ələkdən keçirib qaba əlavə edirik. Yağı sürtkəcdən keçirib umaç halına gətiririk. 2 xörək qaşığı xamanın üzərinə yumurta, biraz süd, bunları yaxşıca qarışdırıb, bir cüzi də droj əlavə edib yaxşıca xəmir yoğururum. Yoğurduğum xəmiri salafana döküb soyuducuda saxlayıram. İndi isə içliyi düzəldək. İçliyi düzəltmək üçün ilk öncə şəkər və qoz fındıq qarışımını qarışdırdım. Üzərinə 1 ədəd portağalın suyunu sıxdım. İstəsəniz portağal qabığı da mənim kimi istifadə edə bilərsiniz. 20 dəqiqə dinləndirdiyimiz xəmirdən kündələr hazırlayıram. Kündələr 40 qram olur. Daha sonra kündələri şəkərbura formasında yayıram. Yaymaq üçün doğrama taxtasından istifadə etdim. Çox rahat şəkildə yayılır. Bir salafan keçirdi. Boşqabın üzündə yayın. Çox rahat olacaq. Daha sonra içərisinə içlikdən qoyub içliyi soyuducuya göndərirəm. Donur. Daha sonra içliyi istifadə edirəm. Yumru formada düzəltdim və bu cürə taxta çubuq keçirdib. Belə alətiniz yoxdursa, kardonu da deşik açıb bu cürə bəzəyə bilər. Üzərinin bəzəyi tam quruduqdan sonra 150 dərəcədə altı tam qızarana qədər bişirirəm və bu da bizim gəlin boğçamız hazırdır. Həm görüntüsü gözəldir. Mən bəzək üçün adi sadə güllərdən istifadə etdim. Siz istəsəniz xəmirdən də gül kəsib düzəldə bilərsiniz. Hətta şəkər xəmirindən də güllər düzəldilir. Mən belə etməyi seçdim. Sizə necə xoşdursa, necə zövqünüzə uyğundursa, o cürə edə bilərsiniz. Süfrələrin bəzəyi bayram süfrələrinə gözəllik qatan, baharın gəlişini özündə əks etdirən gəlin boğçasını siz də bu reseptlə hazırlaya bilərsiniz. Resepti itirməmək üçün yaddaşa verib yaxınlarınızla paylaşa bilərsiniz. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Bayramınız mübarək. Hələlik.